15 dəqiqə bu atak elirdi. 15 dəqiqə onlar atak elirdi. 2 dəqiqədən bir dəyişilirdi də. İndi yenə yazacaqlar ki, Elçin Bayern Münxen xeytirdir. Elə bir 2 dəqiqə qaqaşda kim kimə qoydu da. Mən sənə vuracam, sən mənə vurasan. PSG artıq çempiondur. Paris Saint-Germain ilahi bir səviyyəyə qalxıb artıq. PSG ilə açıq futbol yenə də oynamaq olmaz. Çünki PSG sənə tappa turub vuracaqdı, sənə kaznitiyəcək. Mənə elə gəlir bu iki komanda finalda qarşılaşsaydılar, belə də oyun oynamayacaqdılar. Simeone yəni bunu elə bilməsə, tüpürüm onu Barselonada keçən vəziyyətinə. Çayın rəngini görürsüz. Suzdurduq abi dəfə deyirsən. Axır ki. Alındı. 3 aydan sonra Bəli. normal bir 3 də yox, 5-6 aydır biz burada çay içirik. Yəni ilk dəfədir bizdə belə çayın rəngi o klassik çay uzlaşdı. Hə, nəhayət ki. Amma adını deməyəcəyik. Burada sizin reklamınız ola bilərdi. Amma Ola bilərdi. Bəli, həmçinin çərəz falan istehsal edirsinizsə də. Acıdan şirinə gedək yoxsa şirindən acıya? acıdan şirinə. Məncə acıdan biraz 2 dəqiqə danışaq, idarəçə gedək. Verilişin 1%-ni olaraq ayıraq bəsdir. Bəli. Ya yenə də daha belə danışılası bol malzemə məncə PSG Bayern'dədir. O enerjimizi ora sərf eləyə, Arsenal'a belə yorğun falan da danışaq. Nə danışaq bura? Nə baş verir orada? Bax belə, mən bir dənə bax. Sən indi bizə yaşın falan çoxdur, uzun illərdir futbol izləyirsən. Çox şərhlər gördüm ki, indiyə qədər izlədiyimiz ən yaxşı futbol oyunu idi falan. Bu ilə razısan belə baxanda? Yox, var idi daha yaxşı oyunlar. Okey, bir dənə nümunə keçən ki, yarım final Barcelona Inter yarım final daha həyəcanlı idi yoxsa bu? Yox, daha həyəcanlı idi məncə o. Hə, o daha həyəcanlı idi. Son dəqiqə kimi orada Acerbi'nin 95-də qol uzadı, biraz sonra ekstraya qalması, birinci oyunda Dumfries'in qolları zadı. Məncə o həyəcan baxımından o daha həyəcanlı. Burada sadəcə açıq futbol idi. Həm də o ikinci oyun idi. Bu birinci oyun idi. Hə, o məsələ də var. İndi görək bunun ikinci oyunu necə olacaq, amma ikinci oyuna keçməzdən əvvəl Luis Enrique'nin açıqlamasını yəqin görmüş olarsınız da biz bu gün həm qalibiyyətə layiq idik, həm məğlubiyyətə, həm də bərabərliyə. Yəni tam olaraq elə bir oyun oldu da. Yəni baxırsan ki, Bayern Münxen Allianz Arena'da Parc des Princes-də birinci önə keçid çox adam gözləməzdi. Yəni 1-0-dan ondan sonra comeback elədim. Mən nə gözləmirdim mən Bayern Münxendən. Okey, burada bəlkə də yanıldım. Özümü səhv ifadə elədim ki, gözləməzdi. İndi yenə yazacaqlar ki, Elçin Bayern Münxen xeytirdir. Bayern Münxendən mən bu qədər aqressiv pres gözləmirdim oyunun əvvəlində. Yəni normalda Bayern Münxen Arsenal qədər də olmasa bir təmkinli, kontrollu oyun eləyib öz setaplarımı qurum, yavaş-yavaş oyunu bişirim, vurum, bir dənə, iki dənə işi bitirimi hesablayan bir komandadır. Bu PSG-yə qarşı, yəni o ilk qola qədər, hansı ki penal oldu. İlk 15 dəqiqə. Hə. Çox aşırı gedirdi PSG-nin üstünə. PSG-nin müdafiəsi bildiyin o presdən şoka düşüb təkərə düşdülər. Həm Paçonun məsələsi, penal eləmə məsələsi, həm Nuno Mendes ümumiyyətlə 90 dəqiqə olsa zaten onun başına oyun açdı. Eşref Hakimini açmadı bura. Birinci hissədə biraz oldu, amma belə ümumi götürəndə Nuno Mendes saxlamışdı onu. Sadəcə olaraq Nuno Mendesin zədəsi də vardı oyunların axırında biraz çatdırmadı. Zədələrim çıxdı da onun. Amma Olise ümumiyyətlə bütün hücum triosu hər ikisində möhtəşəm idi bura. Yəni söz yoxdur. Burada müdafiəni günahlandırmaq olmaz. Kanalımıza hələ də abunə olmamısınız? Elə indi mütləq abunə olun. Okey də Bavariya müdafiəsi hardasa PSG müdafiəsindən geri qalır. Həm ad olaraq, həm də ki, yəni təcrübə olaraq. Amma bu iki komandanın hücum xətti o qədər klassdır ki, o qədər möhtəşəm idi ki, yəni müdafiəyə bir söz demək olmur. Bayern mən deyirdim də ki, biraz təcrübəsizdir. PSG tərəfdən baxsa, PSG artıq çempiondur. Yenə də bu mərhələyə gəlib çatıb. Ən məşqçiləri də köhnə şkoladır. Bu da yəni kompaniyada təzədir. Yəni bu mərhələyə hələ çatmayıb. Hə. Yəni təzə olduğuna görə biraz gözləyirdim ki, biraz problem yaşaya bilər. Amma 1-0 önə keçəndən sonra bir də görürsən ki, Bayern əlində də oyun, normal gedir hər şey. Amma bir ötürməklə bir də görürsən Dembele təqbətə çıxdı, özü vurmadı təqbətəki və onun dərhal ondan sonra bir dənə gol, onun dalınca bir dənə də gol. Yəni PSG çevirdi oyunu. Baxırsan o necə 2 saniyə içində çevirdilər də oyunu da. Baxırsan ki, başa düşə bilmirsən ki, bu Bavariyanın bu belə zəifliyi yoxsa PSG-nin əcdaha olmağı. Ya maraqlısı ondadır ki, 15 dəqiqə bu atak elirdi. 15 dəqiqə onlar atak elirdi. 2 dəqiqədən bir dəyişilirdi. Sən baxırdın 1-0 olanda deyirsən Alfredo Bavariya imkan verməyəcəklər. Sonra 5-2 olanda deyirsən Alfredo Bavariyanı sürəcəklər 8-2 zad olacaq. Bir də 5-4 olanda deyirsən o oyunda bunlar nə edədilər ala. Bavariya sınmadı. Onun yerində başqa komanda olsaydı əminəm ki, sınacaqdı. Amma Bavariya sınmadı. Yəni orada biraz bəhd amili də var idi. Orada bir moment var idi məsələn yadındadır. Upamecano Xviçə keçdi və vuran momentdə dəydi
şeyin ayağına, özü dəydi, yıxıldı. Özü dəydi. Onu orada vursaydı, bəlkə də indi biz də tamam fərqli bir şeydən danışacaqdıq. Okeydə, amma yəni o həmin epizodu saymasaq Bavariya sınmadı. Bavariya özünə gəldi və gözləmirdim mən. Mən hətta dedim ki, bu 6-2-yə, 7-2-yə gedə bilər, çünki PSG-nin beyni sönmüşdü. Amma bir də belə bir şey var da. Gəl indi Bavariya ilə PSG-nin heyətinə baxaq. Hər ikisinin wow heyəti var. Amma gəlin zapaslara baxaq, ehtiyata baxaq. Bavariyada oyuna kimlər girdi? PSG-də oyuna kimlər girdi? Yəni PSG-də Daha oyuna yaxşıdır girir. PSG. 100%. PSG-nin Amma bir məsələ var. Məsəl üçün bilmirəm razılaşarsınız ya yox. Fabian Ruiz Zaire Emery'nin əvəzinə meydana girmişdi. batırdı oyunu. Oyunu batırdı. Batırdı, Heç 100%. PSG-nin o kollektiv Ay, sağ ol. tempinə düşə bilmədi. Oturmadı. Ki o oyuna girəndən sonra artıq biraz o 5-4-lərə getməyə başladı Amma oyun. əslində Zaire Emery də yox idi oyunda. Görsənmirdi. Amma gizli fiqur olaraq Hə, o tempə qara işi ayaqlaşırdı. Ay sağ ol, qara işi gördü. Amma sən demir Fabian Ruiz girdi oyuna. Ümumiyyətlə o elə bir zəncirvari bax pozuldu ya PSG-də. Yəni müdafiə xətti çökdü. Amma işin Bavariya tərəfinə baxsaq, sırf xüsusilə də hücum fazasında Cemal Musiala yox idi orada misal üçün. Yəni bir Luis Diaz'ın performansı, Harry Kane'in, Olise'nin performansı arasında Luis Diaz Gnabry də yox idi də. Gnabry zədəli idi. Hə, Yəni o meydanda zədəli yox idi mənasında da. Yəni Cemal Musiala'dan bir nə kreativ bir aktımı gördük ya hücumda bir rol mu, xüsusi bir rol mu üstləndi? Harry Kane Yox. də deyək ki, öz ən yaxşı oyununu keçirmiş. Harry Kane qara işlərlə yaxşı məşğul Yox. oldu. Mövqe açmaqda, o- Luis Diaz nə qədər boş o heç, zon açdı. Amma Harry Kane məsələn baxırdıq, arxaya çox tez-tez gəlirdi Hə, ki, hə. topu Çox götürsün də. gəlirdi, Əslində mərkəzə. belə eləməməlidir. Harry Kane kimi hücumçu sırf 9 nömrədir də. O qabaqda olmalıdır və onu həmişə axtarmalıdır. Bu əgər bura qayıdırsa top uğrunda mübarizə aparmaq üçün və buradan başlamağa da ataka. O deməkdir ki, Bayerndə nəsə plan A işləmir də. Yəni burada plan B olmalıdır. Amma əslində ki Harry Kane həmişə elə eləyib. Yəni düşür Yo bilirəm, mərkəzə. amma sırf bu oyunda məncə fərqli gözləntilər var idi ondan. Deməli, burada bir məsələ var da. Fuad demişkən, xüsusilə Vincent Kompany sistemində düzdür. Tottenhamdə də Mourinho gələndə müəyyən mənada Harry Kane-i belə yoxlayırdı. Amma Bayern Münxendə mən Çempionlar Liqası oyunlarını tamamını izləmişəm də. Harry Kane çox enir öz cərimə meydançasında mərkəz yarım müdafiə hissəsinə topu qəbul eləyir, top paylayır və s. və s. Məsəl üçün PSG-nin yarım müdafiə xəttinə baxanda orada Joao Neves var, Vitinha var. Komandanı ön xətti topla təmin etməkdə daha usta fiqurlardır. Amma işin Bayern Münxen tərəfinə Cemal Musiala dedik ki, onsuz da xüsusi bir şeylə yadda qalmadı. Ən yaxşı oyununu keçirmirdi. Zədədən təzə qayıdıb, onu anlamaq olar. Hə, Kimmixlə Pavloviç də bir Vitinha deyil də. Onun üçün müəyyən bir məcburiyyət var ki, Harry Kane düşsün aşağı. Bu həm geridən topu qəbul edib oyun qurmaq baxımından Bayern Münxen əlini gücləndirir. Həm də hücum fazasında da Luis Diaz və Olise üçün koridorlar açır. Bu belə bir taktiki gedişdir. Məncə çox da işə yarayır Bayern Münxendə. Amma sən belə bir şey dedim, sən lap əvvəldə dedin ki, sən gözləmirdin ki, Bavariya belə pressing edə. Bavariyanın ilk növbədə pressing etməsinin səbəbi sırf olaraq Vitinha ilə Joao Neves tandemi idi. Bəli. Çünki onların anlaşması o qədər yüksək idi ki, onlar bir-birini o qədər gözəl anlayırlar ki, əgər sən topu Paris Saint-Germain-ə verdinsə, yəni başva gələnlərə cavabdeh deyilsən də artıq. Və Paris Saint-Germain Bavariyanın bir yolu var idi ki, Bavariya pressing edəcəkdi. Bavariya imkan verməyəcəkdi ki, onlar göz açsın. Bavariya ikinci qolu necə yarandı? Koridor yarandı, bomboş. Bəli. Heç kim tutmurdu şeyi. Olise gəldi, vurdu. Orada isə qapısında günahı var idi. Məncə Safon tutmalı idi topu. Qapıçının yoxdur, müdafiənin günahı var idi orada. Əslində dayağın günahı Yox, var. bir Dayaq məsələ bir sənin nədirsə. Yəni epizodu xatırlarsan, Olise'nin ətrafında 4 dənə Paris Saint-Germain futbolçusu var və heç biri blok eləmir Olise'nin qabağına ki, zərbə vurmasın. Okay, müdafiəçilərdən öncə o zonanı dayaq yarım müdafiəçilərə bağlamalıdır. Hədə həm o dayaq mövqeyindəki futbolçular həm də mərkəz müdafiə xətti. Yəni o Okay, bəli, 4 nəfər kompaktlaşıb onun önünü bağlamalıdılar. Və bu pressing sayəsində oldu. Pressing olmasaydı Paris Saint-Germain daha rahat ataka çıxacaqdı. Və ən əsas məsələlərdən biri də Bavariyanın cinahları idi. Bavariyanın müdafiə cinahları bərbaddır da. Davis batırdı, Stanisic birinci səni batırdı, Laimer girdi, ilk 20 dəqiqəni batırdı, sonra özünə gəlməyə başladı. İndi gəlin müqayisə edək. Paris Saint-Germainin cinahlarına baxaq, Bavariyanın cinahlarına baxaq. Ya doğrudan da müqayisə olunmazdı. Və Paris Saint-Germain hakimi faktoru da var. Hakimiyyət çox belə azadlıq verdilər. Luis Diaz mışqı eləyib oranı.
Luis Diaz, Marquinhos sən nəyini parçalamışdı. Yox, ümumiyyətlə, PSG Hakimiyyət müdafiəsi çox çox pis belə idi bu qabağa dəfə. vermişdilər. Bir arxaya çəkdi hakimini. Ya konkret olaraq sən nə idi bu oyun? Elə bir iki dənə qaqaşda kim kimə qoydu da, mən sənə vuracam, sən mənə vurarsan. Axırda kim yıxıldı? Elə bir boks oyunu idi da. Klitschko ilə Valuyev çıxıb dalaşırdı. Elə bir şey idi ki, kim kimi axırda qoyacaq. Ümumiyyətlə Vincent Kompany oyundan sonra belə bir açıqlama vermiş ki, bizim 2 dənə çıxış yolumuz var. Ya ekstra defensiv oynayaq, ya da ekstra ofansiv. Yəni Bayern München müdafiə xətti ilə sən istəyirsən 10 qat ekstra defans oyna. Yəni o sənə o etibarı vermir. Hər iki qarşında Kvara, Dembele, Doué varsa. Onun üçün başa düşülən idi niyə onlar bu qədər ekstra ofansiv başladılar. PSG okey ilkin mərhələdə bunu gözləmirdi, amma çox da okeydə cavab verdi ki, sən belə oynayırsan, mən də belə oynayıram. Çox açıq oyun getdi. Yəni izləyici perspektivindən baxanda oyun çox ləzzətli idi. Neytral azarkeş olaraq bizə ləzzət verdi. Neytrallar 100%. Neytrallar Çox, yəni mən həzz aldım da son illərdə izlədiyim ən yaxşı futbol oyunlarından biri idi həzz baxımından. Yəni biz halfda baxırdıq oyuna. Qabağımızda Bavarian fan klubu idi. Onlar baxırlar. Onlar belə ya otururlar, ya dururlar. Ya otururlar. Biz rahat oturmuşuq, belə relaksdayıq. Yəni gözəl futbola baxırıq, həzz alırıq. Çox idi. 20 nəfər olardı, 20-30 nəfər olardılar. Baxırdılar, onlar həyəcanla içindəyilər. Hiss olunur ki, belə oyun olar. Yəni adam özümü bir anlıq bir mövsüm əvvələ apardım ki, yəni mən də belə idim internet oyunlarda dur, otur ki, yəni həyəcan var idi. Yağın hədə hamı belədir. Amma bizim üçün rahat oyundu, həzz elədi. Amma Mourinho sözü var, dedi ki, bu xokkey deyil də, bu futbol. Hə, o temanı mən açacağam çünki burada 2 dənə məsələ var da. Bir Johan Cruyff'un bir statı var idi illər əvvəldən gələn ki, 1-0 hesablı qalibiyyətdənsə 5-4 hesablı qalibiyyət mənim üçün daha dəyərlidir. Jose Mourinho axadı da. Adam elə bir görüb qoydu. Hə, Jose Mourinho da illər əvvəl deyəsə bir Arsenal Tottenham oyunundan sonra mı vermişdi bu intervyunu? Deyir ki, 5-4 bir futbol oyununun nəticəsi deyil də, bu xokkey nəticəsidir. Belə bir perspektiv var və buradan da sualı belə bağlamaq istəyirəm ki, okey 5-4'lük bir qələbə neytral azarkeşlər üçün həzz verir. Bəs bu nəticə ilə Allianz Arenada bir tura daha yaxın olan tərəf kim gedir? Bayern München yoxsa PSG? Yenə də birinci oyun utduğuna görə hal-hazırda PSG mənim fikrimcə yenə də təcrübəlidir. Mən oyundan qabaq əgər 50-nin 50-yə idi və mən fikirləşirdim ki, Bavariya keçəcək. Amma bu oyundan sonra 60-ın 40-a məncə PSG. Bəs belə bir məsələ var da 5-2-dən 5-4-ə o üstünlüyü vermək PSG-yə bir psixoloji baskı eləməz səncə? Ona görə həmən mən 30 idi o olmasaydı. Mən 40 qoydum Bayera. Da 5-2-də bir 30% ver də o oyuncusuz da. Yəni yox, bir dənə odur da onu xilas eləyən. Axırıncı çıxışdan sən bizdən hesab təxminlərini soruşanda da prosentlə soruşdun ki, nə qədər? Mən dedim 51-in 49-a Paris Saint-Germain-ə verirəm. Sən də mənə güldün elədin ki, da yox da mən heç vermərəm ona. Bavariya şansı yoxdur. Cavab oyuna gəldikdə isə Bavariyanın şansı PSG-dən azdır. Nəyə görə? Mən fikir vermişəm ki, Bavariya bu mövsüm Çempionlar Liqasında səfərdə daha yaxşı oynayır. Atalanta-nın oyunda 6-1. İndi Atalanta-da meyar deyil belə o qədər də. Real Madrid-lə Santiago-da daha yaxşı oynadılar. Santiago-da daha yaxşı oynadılar, nəinki Allianz Arenada və Parc des Princes-də çox gözəl oynadı Bavariya. Yəni Bavariyanın oyununa nəsə bir mənfi bir şey tapmaq olmaz. Sadəcə qarşına sadəcə 5 dənə top buraxdı da. Sadəcə 5 dənə buraxdı, yəni buraxdığı komanda yəni elə bir səviyyədədir ki, amma Paris Saint-Germain ilahi bir səviyyəyə sən qalxır. proto şey deyirsən, sən deyirsən ki, bunlar birinci oyunda daha yaxşı oynayırlar. İkinci oyunda da səfərdə də hə. Amma ikinci oyunda da pis. Amma burada birinci oyunda onlar qələbə qazanırlar və o bu rezultata uyğun oynayırlar. Yəni Atalantanın darmadağın deyib, ikinci oyunda heç lüzum yoxdur nəsə. Real Madriddən Amma Real Madriddə udublar. Sadəcə olaraq bu əgər udursaydı tamam fərqli futbol göstərəcəkdi. Ona görə də Bavariya bir sənəcə topu Reala verib ki, Real nəsə eləsin. Çünki buna eləmək heç lazım. Bu kampaniyanın taktikasıdır. Burada isə mən fikirləşirəm ki, burada başqa çıxış yolu yoxdur. 5-4-də uduzub. Yəni buna lazımdır ilk dəqiqələrdən hücuma getmək. Yox, ehtiyac yoxdur ilk dəqiqədən hücuma getmək. Niyə getsin ki? Yəni mən deyirəm yəni o daha pres edən komanda kimi özünü birinci o göstərməlidir. O başqa məsələ. Aydın məsələdir ki, PSG ilə açıq futbol yenə də oynamaq olmaz. Çünki PSG səni tappa turub vuracaqdır, kontratakalarda sənə qaznitiyəcək. Sadəcə olaraq sən artıq daha çox təzyiq göstərən bir komanda olmalısan da, tərəf. İnisiator sən olmalısan. İnisiator sən olmalısan çünki sənə bu lazımdır daha çox. Razı. Amma yəni sən deyirsən Paris Saint-Germain açıq futbol oynamaq olmaz. Ya Bavariyadan olar ki, Bavariyadan olmaz. Bavariyadan olmaz. Yəni, bunların ikisinin də hücum xətti hal-hazırda anlaşma olaraq idealdılar. Bunlardan yaxşı hücum xətti yoxdur. Ona görə də 5-4 oldu da. Bunlar gördülər, nəticə çıxardacaqlar da. Qapıya zərbələr hər iki komandanın qapıya ümumən zərbələri Arsenal Atletico Madrid oyunundan daha az idi. Amma realizasiyaya bax. Və bir də bir məsələ var. Bu Paris Saint-Germain 5 dənə qolu 1.9 XG-dən vurur.
Aysa. Elə ilk Kvaratskhelia qollar. Kvaratskhelia başqa səviyyədə. Onun üçün gələ bir ayrıca veriş asaq biz. Birinci yoxsa ikinci deyirsən? Birinci qol elə ikinci qolda. Onun X-lərinə baxıblar. Yəni həmin epizodda birinci qola 0.3 vermişdilər. İkinci qola 0.2 vermişlər XG. Yəni Kvaratskhelia-nın birbaşa orada qapıya zərbə endirməsi ikinci qolda heç kim gözləmirdi. Adam Lüboy adam, Niyə gözləmirdi ki? Lüboy adam orada saxlayıb burada qabağa bomboşdu. Adam risk elədi, qoydu qapıya. Qabağında oyunçular Çox var idi. adam oradan vurardı. Nəyə Vurardı, görə deyirəm? Çünki saxlayıb orada hamısı vurardı. qaldı bu tərəfdə, yəni vurmaq lazım idi. Saxlayıb rahat qabağında koridor var idi. Boş çəkib vura bilərdi rahat şəkildə. Amma adam dayanmadan Məncə vurdu. Heç birinci qol olsun, birinci qol olsun. burada. Məncə birinci birinci heç. Birinci daha çətin idi. Birinci küncdən O birinci qol epizodunda artıq yəni oyunu izləyən əsnada hiss edirsən ki, yəni Kvara dönübsə O vurmaq istəyir. klassikadır da, yəni onun klassikası. Robben kimi. Robben o tərəfdə. Robben Olisa sola kimi çəkir. məsələn, Olisa da belə eləyir də, bu sağ tərəfdən. Yəni dönüb artıq hiss edirsən ki, Kvara zərbə vurmaq istəyir. Dedim eləmə bu girməz də, yəni bu Ya. çox o necə qol Fırlatdı. girdi. O çox dəhşətli bir qol idi. Çox gözəl qol idi. Hələ zədə aldı deyəsən birinci hissənin axırlarında. O və Tapdı. uzatdı, dözdü Öz oyunu. qrupada yazdı ki, Məncə var orada deyəsən məncə o ikinci hissəni biraz ağırlanan oynadı. Yandırmadı. Yandırmadı. Qol da vurdu. Qol da vurdu. Komandanı daşıyırdı. Ümumiyyətlə Luis Diazdan Kvaratskhelia bu oyunun ən yaxşıları idi mənə görə. Amma Bilmirəm, niyəsə mən ödəməsi Osman Dembeleyə verdilər. mənə də çatmadı. Nədən də 2 qol vurdu, 1 assist Halbuki elədi. yaşlanamamışdı. Statistikaya allandıq yenə də. Amma mən fikirləşirəm ki, Bavariya çoxlu qollar artıq neçənci dəfə buraxırdı. Öz çempionatında da məsələn Mainz 3 gün oynadı. öncə, yəni Mainz Mainz. 3 dənə buraxdı. Yəni Bavariya Mainzdan, hətta çempion olmuş Bavariyada Mainzdan birinci hissədə 3 dənə buraxmamalıdır. Bundan qabaq Freiburgdan 2 buraxdı, 3-2 çevirdi oyunu. Yəni Freiburgdan Mainzdan sən çevirə bilirsən bu oyunları. Amma yəni PSG ilə sən artıq çevirə bilmirsən. Sən bəxtini gətirirsən, okey 5-4 elədin. Amma öz meydanında sən prezelni yəni dəqiq oynamalısan. 100%. Başqa ümumiyyətlə mən bilmirəm də belə olub olmayıb, bəlkə siz bilərsiniz. Neuer Çempionlar Liqası oyununda 5 dənə buraxıb nə vaxtsa. Ümumiyyətlə Bayern Münxen son 30 ildə ilk dəfədir bir oyunda 5 dənə qol buraxır. Son 30 ildə. Çempionlar Neuer Liqasında- deməli buraxmayıb 5 dəfə. Neuer nəsə save olmayıb bu oyunda. Ha olmayıb da. Deyirlər Save ki, olmayıb. oyunda yeganə sevlər edən adam o Safonov idi. Neuer. Yəni orada o yəni Neuer özü deyəsən ki, Neuer nəsə səhv eləyib zət. Yox amma 5 dənə top da oradan çox maraqlı. Bəlkə karyerasında 5 dənə buraxıb, yoxsa buraxıb. Bilmirəm, bəlkə də buraxmış olar. O bəlkə Ferran Torres yox ona. Yox, Schalke-də bəlkə buraxıb. Hə, Schalke-də buraxmış olar, amma bir məsələ var ki, məsəl üçün Real Madrid-lə oyunlardakı Manuel Neuer performansından sonra ki, orada burada Real Madrid ikinci oyundan sonra Alfonso da hə, alsa. orada elə bil o yenə cəhənnəm Allianz Arenada buna baxmışam. Burada ümumiyyətlə reaksiyaları şeydi, təkərdə idi elə bir şey Manuel Neuer. Fikir başqa yerdə qalmışdı. Dünya çempionatı. Sivil Sportun şərtçisi deyirdi ki, okeydir, Çempionlar Liqasında yaxşı performanslar olsa da deyir bu Bayern Münxen üçün artıq daha cavan bir qapıçıya ehtiyac var. 40 yaşında Neuer bu səviyyələr üçün artıq Upamecano ilə ta yəni olur vəbşə, yəni nə bilim ha. Mışqa tutan da. Bu dəqiqə ta məncə Qarabağda da oynamazdı. Yəni onu qol istəməzdi. Qarabağda Juninho mışqa Ada eləmişdi. eləmişdi. Yəni bu ta sürət yox. Ta bir şey sürət yoxdur. Yaxşı, Upamecano taxtdan yaxşıdır məncə. Upamecano daha Amma etibarlı deyil. etibarlı amma ta yəni onda nə kvalitet var Türklər demişkən, nə ümumiyyətlə nəsə var da. Tahan bir dənə üstün cəhəti ayağından yaxşı oynamasıdır, oyun Məncə qurmağı ta bacarır. çox ləngdir. Başqa Çox. məsələ Yəni texnikası, Bir dənə pası build-up'ı var, yoxdur, heç nə yoxdur. O yəni okey Almaniya çempionatı okeydir. Amma bu səviyyəyə əgər bu iki dənə müdafiəçi ilə çatıblarsa, o böyük Və işdir. Kraylar Və- normaldır ki, və bir Krayları məsələ var ki, Stanišić batırmışdı. Şeydə heç olmasa yaxşıdır da. Bayer bunlar da. Leverkusen də üçlü müdafiədə Hə. oynayırdı. Üçlü müdafiə ikili mərkəz müdafiəsindən daha etibarlıdır, daha Bəli. pis tərəfləri komanda yoldaşların pakrivat eləyə bilir. Burada hələ ki sən xüsusilə də daha önə atılan bir komandanın mərkəz müdafiəçisənsə, orada defoların çox açılır. Amma yenə də nisbətən mənə elə gəlir ki 5-2-dən 5-4-ə oyunu aparmaq, oyunu Geri vermək. qaytardı da onları. Hə. Comeback. Bu bir psixoloji üstünlük verəcək Bayern Münxen. Amma burada bir məsələ var ki, məsələn keçən ilin liqa mərhələsindən sonrakı perioddan etibarən Liverpool, Aston Villa o dövrlərdən etibarən belə nəzərə salsaq, heç vaxt Marquinhos və Pacho ikilisinin bu oyundakı qədər bərbad səhvlər elədiyi xatırlamarıq. Bu Böyük oyun oyunlarda. bəlkə də o dönəmdən etibarən bu günə qədər, yəni Ligue 1 izləmədiyim üçün bilmirəm. Yəni sırf Çempionlar Liqasında bu qədər bərbad performans göstərmişlikləri olmayıb. Amma Upamecano ilə Tahan bu performansı heç kimi təəccübləndirmir. Ola belindədir də. Bunlar onsuz da bunu eləməlidir deyə. Yəni Luis Enrique növbəti oyuna hazırlaşanda müəyyən dəyişikliklər eləyərəkmi, mərkəz yarım müdafiə xəttində müəyyən oyunu qarşılama stilistikasını dəyişib, bəlkə də bir yol tapar Bayern Münxenin bu aqressiv pressinqinə qarşı və öz oyununu oynayar. Amma
yəni dediyim odur ki, yəni PSG bir şəkildə müdafiəsini səfər oyununda yaxşılaşdıra bilər. Amma Bayern München müdafiəsi heç o enerjini ötürmür ki, yaxşılaşdırarlar. Mənim pis olduğum tərəf odur ki, heyf ki bu iki komandanın biri finalda olmayacaq. Yəni heyf ki bu final bu deyil. Final bu deyil, amma əslində sevindirici hal odur ki, bu oyun 2 dənə oldu. Final olsaydı bir oyun olacaqdı. Yox, bir məsələ var ki, mənə elə gəlir bu iki komanda finalda qarşılaşsaydılar, belə də oyun 100% oynamayacaqlar. əlbəttə Çünki ki. final yerdə maraqlı olacaq. Maraqlı olacaq. əlbəttə. Yəni bu komandalar fərqli oynaya bilmir. Yəni mənə qapalı oynaya bilmir. Başa düşürsən? Ağıllı oynaya bilir. Bunların filosofiyası budur. Maraqlı oynaya bilir. Yəni Atletico və Arsenal kimi qapanmır. Yəni даже hətta 1-0 qabaqda olsa da, yəni imkan verir ki, özü də oynayır, başqalarına Rəqib də imkan verir. oynasın. Ha? Rəqib də oynasın, sən də oyna. Yəni Bavariyanın çıxdığı hər bir final maraqlı idi da. Məsələn, Interdən olan final, Chelsea-dən olan final, Dortmunddan olan final, yəni bu finallar hamısı yəni maraqlı idi da. Yəni ona görə də yəni Bavariya onsuz da fərqli futbol tanımır da, nə mənada müdafiə futbolu Bavariya üçün ziddir də. PSG də yəni son illərin PSG-si ümumiyyətlə də Avropanın ən güclü komandasıdır bəlkə də. Raketto komanda. Hətta yaxşı vaxtlarda olan City-dən də yaxşıdır bəlkə də. Hə, əlbəttə. Yəni treble eləmiş City-dən daha Ya bu güclüdür. hücum potensialı elə bir potensiala malikdir ki, bunun qarşısını ala biləcək müdafiə xətti yoxdur hal-hazırda. Yəni indi biz o PPK-nı ilə taxın üstünə düşürük. Okay, onlar o klass olaraq güclü müdafiəçilər deyilər, amma orada başqaları olsa belə yenə alınmaz. Ya qardaş, bu hücum xəttində Duedi, Kvaratskhelia-dır, nə bilim, Dembelesi olsun. Bunlar hamısı yığılırlar bir yerə. Kraylardan elə qaçırlar ki, elə sürətlə qaçırlar ki, çatdırmaq olmur onlara. Bir də bir məsələ var. Keçən ilki finaldakı Interin müdafiə xəttini götürək də. Bu Upamecano və Taxtdan bir neçə köynək daha yaxşı müdafiə xəttidir. Kimi deyirsən məsələn? Keçən ilki, yəni Acerbi. yox, sistematik baxımından daha etibarlıdır. Daha Onlara belə da 5 dənə çox vurub da sürətlidir bu bunlar. hücum. xətti. Bu Ki orada da yəni ləngdilər də. Acerbi məsələn ləngdir. Kim idi orada finalda? Devri idi, nə idi? Devray falan. Devə olmuşdu final. Yadımda amma yəni Acerbi-ni deyirsə, Acerbi o biz sak idi zaten, yəni yoxsa biz sak oynamırdı. Biz zamanda idi. Zamandaydı. Biz yəni Upamecano'nun cavan Ya versiyası. sürət bəlkə hər şey deyil, amma Ruslan bir sözü var. Skarasnaya PSG-ilə. Skarasnaya mıшление deyilən bir şey var. Skarasnaya mıшление başqa Skarasnaya yox. mıшление, Acerbi bunlar- təcrübəlidir. Yəni o yəni təcrübə baxımından öndədir də hamıdan ortada. O həmin bu 4-5 nəfərdən. Sadəcə olaraq ləngdir də. Sən Ya, sağ ol. Kvara ilə Acerbi məsələn şap getdi Kvara, sən o spesial eləmirsən. Sən burada Slava Barbada ikinci mərtəbədə Orada nəsə ola eləyə bilərsən, bilərsən. hə. Pozisiyonda yəni seçimi zadı, bəlkə sənə təcrübə baxımından sən Ya, yaxşısan, sən defans- düzgün seçirsən. Defans line-ı bu biraz Hə, arxadan hə, qurulsan offside, daha offside komfortlu. tərəfə. Hə, bunda sən bəlkə yaxşısan, sən. Amma bunların qarşısında şans yoxdur. Hadi bu sürət baxımından təqbətə çıxdın sonlarına füsursan getdin. Okay, bir dənə top list eləməyimizi istəyirəm. Hər iki komandanın hücum üçlülərini sayacağam. 1-dən 6-ya kim sıralayın? Sırf bu oyundakı performans baxımından. Desire Doué. 3. Okay. Luis Diaz. Altılığa salaq onları. Hə, hə. Ha. Luis Diaz. Luis Diaz nə deyirsən? 2. Yaxşı ki. Olise. 4. 4. Yəni əslində orası 3 olma. Yox, 4. Harry Kane. Həqiqə 6. 5 Dembele 1 Kvara da o üçün belə. O Harry Kane 6-lıqdır səncə? Hamınca ha. Yox, əslində duel 6 olmalı idi. Məncə də Məncə Doué. də Duel, yaxşı mən yəni. sən gəl ayrı-ayrı deyək. Hə, hə, okey. Gəl belə eləyək. Alikin siyasını Hə bir dənə bildik. fərqli oldu odur da. Yəni bu Hə, 3 deyir hə. Harry Kane. Mən Mən deyirəm demirəm Harry. 1 Kvara, Kvara, 2 İki Diaz. Luis Diaz, 3 Dembele, 4 Kane. Olise. Kane də demək olar. Kane daha çox iş gördü mənə görə orada. Yəni topsuz olaraq Kane 4, Beş 5 Olise, Olise, altı 6 Doué. İzləyicilər siz də şərhdə yazın ki, bu 6 dənə hücum futbolçusunu necə Okay, yəni sıralayırsınız? orada bu Olise ilə şeydəki? Kane'i dəyişmək olar. İndi fərdi Buyurun, istəyirəm. biraz Amma mən qabağa Kane'i vermə. topsuz olaraq işim gördüm. Adam gol da vurdu, penaldan gol vurdu. penaldan gol. Okay, da ona Dembele də penaldan gol. Penal lazım olanda saymırlar, lazım olanda amma sayılır. Amma Kane topsuz çox yaxşı iş gördü. Kane'in 4-cü golda Luis Diaz'a verdiyi asist çox gözəl idi. Düzdür, orada bir şans faktoru var idi. O millimetrik şeylə ofsaytdan xilas oldu Luis Diaz orada. Ay asist. Amma orada asist çox gözəl idi. Aysə Marquinhos'un başının üstünə atdı, Luis Diaz onu keçdi, vurdu, özü sən. Yəni Liverpool sən nə ediblər? Dibinə gəldilər. Bu olsun Liverpool azarkeşləri. Liverpool azarkeşlər mənim bir qrup yoldaşım var, Mehman, ona da buradan salam olsun. Yəni Luis Diaz'ın hər yaxşı performansından sonra mən DM-dən yazır ki, mən bu Liverpool rəhbərliyinin belə falan. Qaf qonu saxlayıb bunu. Slot da deyəsən qalır ha. Slot qalır ha. Slot qalır, Məhəmməd Elə Salah olsun gedir. abi. Köhnə qvardiyan dağıdıb ki, slotla yeni qvardiya. Hollandiyanı təzə oyunçular götürər. Ha. Allah. Şeydə Ten Hag 2 olacaq o. Erik ten Hag'ın Liverpool edition versiyası. Nəysə, İngilis klubundan söhbət düşmüşkən keçək İngilis klubu və daha çox elə bir halal boldan danışdıq, haram bola keçək də şey.
Bu haram deyil, bu vərəm bu. Ya amma zarafatı bir tərəfə qoysaq, gözlədiyimdən nisbətən yenə daha hərəkətli oyun oldu. İkincisi. Atletico Madrid. O da Atletico Madridə görə. Atletico Madrid görə, hə, amma yenə də Atletico Madrid uda bilmədi. Çox təəccübləndim mən sözünüzü. Atletico Madrid layiq idi. Lukman Angavalıq eləməsəydi udardılar Yəni artıq. Arsenal indi bir Raya dənə öz evində Uglavoydan bir dənə gol vurur. Bax 8-ci dəqiqədə. Söhbət bağlandı. Söhbət bağlandı. Atletico stilində udacaq əgər belə olsa. 100%. Yəni Simeone yəni bunu elə bilməsə, bu keçə bilməsə, yəni tüpürüm onu, yəni ümumiyyətlə o Barselona keçən vəziyyətinə. Yəni niyə belə eləyirsən başa düşmürəm. Barselona tamam fərqli. Atletico görürük biz. Yəni Atletico partladır da, neçə momenti var idi. Normal atkrit futbol oynayırdı. Burada o Arsenal'la tamam fərqli Atletico. Ümumiyyətlə Atletico düşüşdədir indi. Çempionatda da o qədər də yaxşıdır. Okey də çempionatda başa düşülən də hardasa ola bilsin ki, çünki artıq 4-lükdədir. Orada 10 fallıq fərqdə deyəsən 5-ci yerdə. Və çempion olmayacağı çoxdan Betis'lə bəllidir. 10-dur da deyəsən Betis'lə. 4-lə 5. Hə. Həftədə o başda buraxacaq. Betis elə Villarrealdır. Villarreal 3-dədir. Villarreal 3-dədir. Sən 4-də 60 xalla. Betis verməyəcək. Betis 70-dir, 10 xallıdır. Yəni 5 turda qalıb. Betis gəlir hamısını udsun, o da udulsun, o da qeyri-realdır. Yəni bu Çempionlar Liqasında da Atletico faktiki olaraq. Ona görə də bütün fokusu bura verib. Arsenalda mən bilmirəm o bu çatmadı mənə də necə Atletico-da. Özə şərh vermək olmur Arsenalın oyununa. Bir məntiq yox, bir məna yox. Və mən şərhləri oxuyuram. Arsenal azarkeşləri düşür üstümüzə ki, siz bu Arsenaldan nə istəyirsiniz? Nəticəyə oynayır da bu komanda. Anlayıram, nəticəyə oynayır bu komanda. Bu nəticə idi bu. Yox, amma işin bu bir tərəfindən baxanda sən Metropolitanodan bərabərliklə O qayıtdın mənada yaxşıdır. və hətta sən penalını da vermədilər. İşin O başqa məsələ, o başqa məsələ. Amma Atletico hesabı bərabərləşdirəndən sonra Arsenal döyürdü topla. Yox, ümumiyyətlə ikinci 45 başladı. Arsenal Atletico vurdu. 68-ci dəqiqədə səhv eləmirəmsə Mikel Arteta 3 dənə əvəzləməlidir. Saka oyuna girdi, Trossard oyuna girdi, bir də Gabriel Jesus-dan Viktor Gyökeres əvəzlədi. O dəyişikliklərdən sonra Atletico Madridin fıs yatmağa başladı. Çünki yeni nəfəslər atdı oyuna. Artıq Atletico Madridin o xaotik presini daha təmkinli qarşılamağa başladı və orada öldürdü zaten 3 dənə zaman eləyib Arteta Atletico Madridin presini. Atletico o şey 8-də 1-dən başlayıb yoxsa 16-da 1-dən? 8-də 1-dən. 8-də 1-dən. 8-də 8-də kimlə oynayırdı 8-də 1-də? Brugge ilə. Tottenham'la. Öz meydanında necə oynamışdı? Tottenham orada biabırçıq oldu. Tottenham'ın qapısı quşlamadı. 1-0-da. Ya 1-0, 4-2 oldu, 5-2 oldu. O məşhur. Ha, sonra getdi orada. Ha, sonra zamin elədi onu. Ay sağ 20-ci dəqiqəyə zamin eləmişdi qapısını. Sonra gəldi Barsa ilə, sonra da belə. Bilmirəm, mən okey əvvəlcədən deyirdim ki, Atletico turu keçəcək, oyunlar oynamamışlar. Amma Emirates-də bu Atleticoya şans verə bilmirəm. Əgər misal üçün Barcelona kimi bir rəqiblə gedib oynasaydı səfərdə Atletico Madrid. Orada Atletico Madridə daha çox şans vermək olardı. Çünki eyni ilə biz Barcelona oyundakı ikinci turda gördüyümüz formatda. Yəni Barcelona ilk qolu vursa belə, o ikinci qol üçün, üçüncü qol üçün dalğa-dalğa gəlir və arxa tərəfini boşaldır. Arsenalın heç vaxt eləməyəcəkdi. Alper abi demişkən bir dənə Glavoydan gol füsüyor, yatdılar arxaya. Ki, Arsenal çempionatda oynayacaq. Oyun da ikinci gündür. Hə. Bunlar çempionatda çox 6-cı gün oynayacaqlar. Çempionatda onlarda ölüm dirim mübarizəsində City ilə. Orada bir qolun söhbəti gedir. Hə, orada yəni mənə çox maraqlıdır ki, Arteta nə edəcək də? Əslində Arteta hər iki şeydə oynamalıdır axıra kimi və kimlə oynayır bu şey? Fulhamla oynayacaq ayın ikisi evdə. Ayın ikisi evdə. Sonra Atletico Madrid oyunundan sonra da gedir West Ham səfərə. Yox, West Ham'ı bildim. O Fulhamla Samir gör nə edirsən? Fulhamla, yəni burada konkret bunların indi görsənəcək də. Çünki Arteta ya 100% konsentrasiyanı verməlidir hər iki oyuna. Məncə inanmıram ki, o indiki vəziyyətdə full şeyi verəcək Çempionlar Liqası ki, yaxşı Fulhamla. Razıyam. O da bir problemdir də. Çünki birdən Arsenal Fulhamı udmadı. Və City-dur, Arsenal burada getdi aşağı. O isə psixoloji şeydir də. Atletico tam rahat hazırlaşır da bu oyuna. Çünki Atletico çempion uduzsa da belə heç vecinə deyil bu Çempionlar Liqasındadır. Yəni o ikinci yerə də çatmır da indi də onu bilir də. Maksimum 3 ilə Villarreal şeylə bilər də nəyinə lazımdır? Lazım. Əsas Çempionlar Liqası olsun. Əsas Çempionlar Liqası. Bu mənada bunlar full relaxdırlar. Ona görə də bu Arsenal indi pres altındadır. Və biz Fulham oyuna baxacağıq çox güman ki, Arsenal nə reaksiya verir, necə oyun oynayacaq. Görəcəksiniz Arsenal istəklidir, əməli başlayır, oyun var. Deməli nəsə qığılcım var. Bunlar istəyirlər nəsə. Əgər Fulhamla Newcastle kimi oynasalar, yəni çox belə bir dənə qol söz getdi zaşdılar. Məncə böyük ehtimalla elə oynayacaqlar. Amma ola bilsin ki, alınmasın da bu indi. Newcastle alındı. Bu dəqiqə Fulhamın formu daha yaxşıdır. Fulham payında 2 dənə.
Fulham'ın time'ı daha yaxşıdır. Həm də London istəsə kiçik derbi də olsa da sayılır da. Ona görə də mən maraqlı olacaq Arsenal oyuna baxmaq. Çoxdan da baxmırdım, baxacağam. Arsenal stavkanı onsa Premier Liqa eləməlidir. Çünki o Arsenal-la fikirləşməlidir ki, qardaş mən finala çıxsam ya PSG-dən qarşılaşacağam, ya da ki Bavariya ilə. Yəni məntiqlə fikirləşsə Arteta bunu çox gözəl bilir ki, bunların qarşısında bunların şansı yoxdur. İndi bu futboldur, top yumrudur, hər şey ola bilər. Kiminsə dalına dəyib. Bayern Münxendə udublar bu mövsüm. O Bayern Münxen də elə şeydir də özünə gəlməyə Loading oldu, %100 olmamış da. Yüklənirdi o Bayern təzə sasda belə oturmaq istəyirdilər. Amma indiki Bavariya ilə Arsenal bizdən nə edir? İçindən girib çölündən çıxar. Ona görə də məncə elə stavkanı verəcəklər İngiltərə Premier Liqasına. Çünki 5 oyun qalıb. Arsenal verəcək. Daha 4 oyun qalıb. 4 oyun qalıb. Verəcək güc ora ki, ən azından bu oyunları qalib gəlib çempion olmaq. Çünki onlar üçün bu dəqiqə Premier Liqa daha önəmlidir. Onlar üçün titul önəmlidir. Onlara titul lazımdır. Onlara kubok lazımdır ki, görüm bu nə olan bir şeydir. Amma mən inanmıram ki, Arteta indiki vəziyyətdə günah şey versin də, yəni Yox, çempion qası əlbəttə verməyəcək. O demirəm ki, yəni olar. Məsələn, Arteta mən elə fikirləşirəm ki, Arteta əksinə bunu verəcək. İnanmıram. Sən desən Arteta'dan Foxu Çempionlar Liqası. Premier Liqada onlar ikinci yer olsalar. Arteta getdi. Arteta gedəcək onsa onu Yəni təsəvvür edək ki, indi okeydir. Hal-hazırda Arsenalın yəni çempionluq belə şansları öz əlində deyil də. Sırf City ilə eynidir və City top fərqinə görə də indi qabaqda. Okey, bir oyun az keçirib, amma öncəki turdan öncə, yəni o da öncəki turda, yəni eyni idi və City bir pillə yuxarıda idi. Ona görə də indi Pep orada nəsə turbo rejimi verəcək. o başqa mövzu. Pepin olsa bilən kubok Başlayıb onsuz da. Turboda da. Turbo kubokda da indi treble eləyə bilər. Əslində bir kubok var, ikinci kubokun finalındadılar. Hadi, Və üçüncü bu da Britaniya olsa, daxili treble. Daxili treble. Daxili treble. Yəni ona görə də gördünüz o gün yerə gəlmişkən 5-4 olan gündə bu qarşılağa getmişdi. Ha, üçüncü Üçüncü divizyon uğrunda Proyef oyuna gedib 8 milli stadionda getdi oturdu. Yəni kayf yaşayırdı. Yəni burada konkret deyək, vecimə deyil. PSG Bavariya oynayır, ala basın var. O qədər belə oyunlar görmüşəm. Mənim səviyyəm deyilsiniz. Yəni Pep yəni özü, yəni öz komandasına belə şey verir ki, ada qardaş biz aparacağıq da bunu da. Pep bizim arxamızda. Gəlin Arsenal rəhbərliyin yerinə qoyaq özümüzü, fikirləşək. Okey, kağız üstündə Arsenal hər iki titulu qazanmaq şansı da var hələ ki. Yəni çoxdur, azdır bunun mübahisəsini aparmırıq da. Hər iki titulu qazanmaq şansı var. Amma aşağı yuxarı biz mövsüm boyu bu Arsenalı izləmişiksə də məncə burada üçümüz də həmfikir ki, Arsenal maksimum birini udar da, ikisini də eyni anda götürə bilməz. Məncə maksimum hər ikisini uduzar. O maksimum. O maksimum. Yəni Arsenal rəhbərliyi üçün sizcə prioritet o uzun illərdən sonra ilk dəfə qazanılmış Premier Liqa titulumu yoxsa 21-ci əsrdə ilk Çempionlar Liqası titulu? Yəni heç olmasa bir titul fərq eləmir. Ya 21-ci əsrdə deyəndə ki, 20-ci əsrdə çempion qazanlar olar. Məsələn, sənsə Allah sənsə. Elə deyir 21-ci əsrdə deyir çempion. Elə bir qazanıblar. Mən də oturub fikirləşirəm ki, göz Arsenal yoxdur axı bunlarda. Avropada titulları çoxdan da yoxdur onların. Yoxdur. Hətta Tottenham götürüb, West Ham götürüb. Amma Allah bədbəxtları Avroligada finalda Chelsea uduzdular. Bakıda. Doğrudan ha. Bakı belə düşmədi. Və Unai Emery kimi Avropa klubunun canavarı bir adam orada O da loser elədilər. Amma mən elə fikirləşirəm ki, Mikel Arteta bu dəqiqə prioritetini verir Premier Liqaya. Çempionlar Liqası. Sən nəyə görə? Gəlin deyirəm. Bu adam bilir ki, mənim qabağıma ya PSG gələcək, ya Bavariya gələcək. Nə qədər gərəksən belə şey olasan, həm xəyal olasan ki, inanasan ki, nəsə eləyə bilərəm onlara qarşı. Okey, finaldır bu. Yəni bu futboldur, hər şey ola bilər. Amma Premier Liqada bütün mövsüm ərzində birinci yer olub, sonda gəlib məğlub olmaq, çempionluğu City-yə vermək, bu uca pozordur, bu biabırçılıqdır. Yəni sən Çempionlar Liqasında 3 il arxa-arxaya sən bunu yaşayırsan. Çempion qazansan, Atletico Madridə məğlub olub, finala çıxa bilməsən və yaxud finala gəlib Bavariya ilə PSG-yə uduzsan, heç kim sənə deməyəcək ki, ay bədbəxtsən, necə gəlib PSG-yə uduza bilərsən, necə gedib Bavariya uduza bilərsən. Heç kim səni buna görə qınamayacaq. Çünki hamımız bilirik ki, bunlar başqa səviyyədə futbol oynayırlar. Amma Premier Liqanın demək olar 80%-ni sən lider olaraq gəlmisən və sonda quş-quş səhvlərə görə liderliyi vermirsən City-yə və çempionluğu əldən buraxırsansa o biabırçılıq. Və o City-yə ki tarixinin Pep Guardiola dövrünün ən pis necə başlamışdı sezon. 2 qat biabırçılıq olar. Və Allah City-ni qoyaq bir tərəfə, Premier Liqanın böyük klubları da heç biri yoxdur bu sezon evdə. Liverpool ayrıca gedib, United vəbşi özü də bilmir nə edir. Tottenham üzrə çempionşipə gedir. Liverpool onlayn qoşulub bu il çempionata. Özüm başım şeydir. Okey, bəs Arsenalın Çempionlar Liqası finalına çıxma ehtimalı qarşılığında ki, mən sözün açığı bu dəqiqə Arsenal daha şanslı hesab edirəm. Bayern Münxeni istəyir rəqib kimi yoxsa? Məncə Bayern. Bavariya.
müdafiəsi zəifdir deyə. Mən ümumiyyətlə məncə onun Arsenalın hücumu 10 müdafiə ilə eləyə biləcək. Hər iki Amma Arsenalın travması var Bavariyadan. Yox, var, amma yenə də məncə Arsenal Bavariyanı daha çox istəyir, nəinki PSG-ni. Daha rahat olar. PSG məncə onları prosta süpürər də meydandan. Mən elə fikirləşirəm. PSG çox bir komandanı süpürər. Arsenal məncə vəbşi məhv eləyir. Ona görə də əgər seçim olsa, məncə burada həm də məşqçi amili var da. Yenə də kompaniyada hələ ki o pilləyə çatmayıb ki, o taktiki nəsə bir oyun zamanı bir şey fikirləşsin. on fly nəsə belə bir nəsə yerində dəyişli. Amma Luis Enrique də özdə oyunda Vincent oyunda yox idi Murat. Onu da nəzərinizə salmaq lazım ki, adam elə yuxarıdan həll elədi. O olsaydı azı bir 5-5 olacaqdı. Luis Enrique zor məzələ. Bir o da necə? Luis Enrique özü elə bir fetişi var axı. Yayda məşqlərdə falan yerdə çıxıb yuxarıdan bir yerdən falan baxır. Deyir də orada necə görünür, heç də yaxşı görünmürdü falan. Ona görə mən razıyam. Bəlkə Arsenalı istəyirlər. Bavariyanı istəyirlər. Çünki ən azından bu mövsümdə oynayıblar. Təcrübələri var. Bir psixoloji olaraq bilirlər ki, biz bunlarla oynamışıq, nəsə eləyə bilər. Amma PSG Allahın lütfsüzü deyorlar Murat. Amma məncə bu dəqiqə Avropanın ən güclü komandası PSG. PSG belə də Dünyanın qalsa, ən güclü komandası. belə qalsa, davam eləsə, yəni məncə gələn mövsümdə belə favoritdir də, belə deyim. Yox, əgər bu heyət toxunulmaz olaraq qalsa, Toxunulmaz qalacaq. Qalacaq da. Yəni hər şey qane eləyir. Bəlkə kimisə əlavə eləyəcəklər. Hə, maksimum Barkolya satarlar ki, Barkolya heyət futbolçusu deyil. Onun yerinə də başqa birini gətirərlər. Hətta məsəl üçün bu Kvaran əvəzinə oyuna girən Mayulu. Aysa. Onun birdən dirəkdə topu partladı. Mayulu finalda 5-ci qolu vuran adam. Nəysə, bu həftəlik də bu qədər əziz izləyicilər. İnşallah növbəti həftədə yəni köhnə qvardiya burada olacaq. Biz Cavan Pakaleniya yoxuq. O trio qayıdır. Ondan sonra da final oyununda. Finalda da hamımız bir yerdəyik. Yaxşı. Heç nə. Bu həftəlik də bu qədər. Öpürəm, bağrıma basıram. Hər birimizi yazırdı. Hər birimizi. İnşallah ikinci gün Qərb Ekspresində görüşərik. Sağ olun. Öpücüklər. Mia San Mia.